Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Polisə quldurluqla bağlı yalan məlumat verən taksi sürücüsü saxlanılıb. Xəbər verilir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Belə ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan 42 yaşlı Hikmət Həsənov yanvarın 3-də Xətai rayon ərazisində olan zaman avtomobildə müştəri kimi əyləşən şəxs tərəfindən hücuma məruz qaldığı barədə polisə müraciət edib. O bildirib ki, naməlum şəxs onu kəskin işarət edərək 80 manat pulunu talayıb. Xətai rayon polis idarəsi 36-cı polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Həsənovun polisə bilə-bilə yalan məlumat verdiyi müəyyən olunub. O, müştərinin onun pulunu vermədiyi üçün polisə bilərəkdən quldurluq hadisəsi ilə üzləşdiyi barədə yalan məlumat verdiyini etiraf edib. Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb. Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.